10.000. Hoş gördük əziz izləyicilərimiz. Hər vaxt xeyir olsun. Əziz izləyicilər, Masazın düz girişində 1-ci Arazı Marketin arxasında gözəl bir yerdə, yola yaxın, marketə yaxın, bir qəşəng 2 mərtəbəli 5 otaqlı bir evimiz çıxıb satışa 2 sotun içində. Jaluz darvazası, jaluz qapısı düz Masazın girişində. Evdə yaşayış yoxdur deyə həyət, nə bilim, biraz baxımsız qalıb. Bax, evimiz budur. Düz Masazının girişində gözəl də monolit betondan, hər bir tərəfi yəni monolit betondan işlənilib. 8-9 daşın üstündə kürsülü belə bir evdir. Bir də buradan çəkib göstərəm sizə. Belə bir ev. Birinci Araz Marketin yanından sağa dönürsünüz, 200 metrə məsafə. Ya bismillah, bir də evimizlə sizi tanış edeyim. Əziz izləyicilərimiz, demək evimizin bu 1-ci mərtəbəsidir. Bu da qalxan pilləkəndir. Demək 1-ci mərtəbəmizdə nə var? 1-ci mərtəbədə belə bir koridordur. Bu cürünə böyük bir girişdə belə bir koridordur. Bu bizim 1-ci mərtəbədə olan zalımızdır. Pəncərəsi də birbaşa öz həyətinə baxır. Hər şey qaydasındadır. Paket kupça. Bəli başdan deyim, evimizin də qiyməti 160.000 manatdır. İlkin deyiləcək qiymət 160.000 manat. Demək, evimiz 2 mərtəbə, 200 kvadrat, 5 otaqdır. Buradan keçdik, zalımızdan keçdik. Belə bir kuxna mebelimiz var, kuxnamız var. İnanırsınız, bu kuxna demək olar ki, ümumiyyətcə işlənməyib. Nə görürsünüz burada? Yəni işlənməyib. Belə də alıb qoyub çıxıb gediblər. Demək, aşağıda bir zaldır, bir yataqdır. Bu da bizim yataq otağımız. Belə qəşəng, gözəl. Haradasa bir 16, 17, 18 kvadrat olar. Bu da yataq otağımızdır. Bu da 1-ci mərtəbəmizin hamam otağıdır. Belə tərtəmiz, gül kimi. Bütün hamam otağıdır, kuxnadır, koridordur, hamısı istipol. Kombisi hazırdır. Pilləkənimiz mərmərdən beton monolitdir, tökülüb. Keçək 2-ci mərtəbəmizdə sizi tanış edeyim. Demək, əziz izləyicilərimiz, bu bir otağı. Birbaşa da yenə də qeyd edirəm, pəncərələr hamısı öz həyətinə baxır. Buradan da balkon qoyulub, 2 tərəfli balkona çıxmaq olur. Bu bir otağıdır. Buranın işıqları niyə yanmır? Yenə də həmin zalın üstü o boyda bir dənə də bir otaqdır. Həmin zalımızın üstü kəsilib eləməyib. Nətər görürsünüzsə, zal boyda bir dənə də yuxarıda qonaq otağıdır. Yataq otağı deyim, qonaq otağı deyim. Belə bir gözəl. Bir də padvalda, bir də hamısı monolit betondur. Bir otaq, 2 otaq. Bu da bir otağımızdır. Çox zövqlə, səliqəli də işlənir. Demək, 4 otaq yuxarıdadır. Bir zal, bir kuxna, bir yataq otağı da aşağıdadır. Bu da bir otağımızdır. Yenə də pəncərə heç kimin həyətinə baxmır. Hamısı pəncərələr məsafə qoyulub öz həyətinə baxır.
Yəni qonşuya zada baxası bir şey yoxdur. Demək 1, 2, 3, 4 otaq. İkinci mərtəbədə yenə hamam. Hamam otağı, bu da tam hazırdır. Bütün aksesuarlar yığılıb. Yəni belə deyim də, birbaşa gir yaşa. Birbaşa köç yaşa. Kombisidir, kuna mebelidir, bəzi əşyalardır, qalmaq şərti ilə. Müəyyən şeylər götürüləcək, amma müəyyən şeylər qalır. Bu da bizim girəcək gözəl bir evimiz. Evimizin torpağında, evində paket kupçadır. Qiyməti də 160 min manat sahibi tərəfindən deyilir. Amma evimiz çox keyfiyyətli, çox gözəl, monolit betonla 1, 2, hamısı belədir. Bir də monolit betondur, 2 də monolit betondur. Yəni belə. Sağ olun, var olun. Kanala abunə olmayı unutmayın.